Salam müəllimlər, hər vaxtınız xeyirli uğurlu olsun. Bugün sizinlə mən Elmi müəllim Əsgərzadədir. Sizlər üçün, yəni sertifikasiya imtahanı verəcək müəllimlər üçün çox maraqlı, tam çərçivə sənədinə uyğun bir sınaq təşkil etmişdim. Hal-hazırda həmin sınağın izahına baxacağım. Vaxt itirmədən başlamaq istəyirəm suallarımıza. İlk sual birinci sualdır. Bütün iki rəqəmli ədədlərin hər birini 4 vahid artırsaq, onların cəmi neçə vahid artar? Müəllim, neçə dənə iki rəqəmli ədəd var? 92 rəqəmli ədəd var. Deyə bilərsən müəllim, bunu hardan tapdıq? Düsturumuz var. A minus B üzərinə gəlinsin 1'dir. Burada A sonuncu ədəd. Yəni iki rəqəmli ədədimiz 10, 11, 12, nöqtə, 99'dur. 99 minus 10 üzerine gəlinsin 1. 90 dənə iki rəqəmli ədəd var. Hərəsini 4 vahid artırırsansa, bunların cəmi 360 vahid artar. C variantı bizim doğru cavabdır. İkinci sual. X ədədi Y-in 4 misli. Buraya yazıram X. Buraya yazıram Y, buraya yazıram Z. Y ədədi Z'in 3 mislidir. Yəni bu Z olduğu kimi qalır. Y ədədi Z'in 3 mislidir, 3Z'dir. X ədədi Y-in 4 mislidir. Y-in yerinə 3Z yazsam, bunu 4'ə vursam, X ədədi 12 vurulsun Z. Səndən soruşuram. X ədədi Y plus Z cəminin Y plus Z'in cəmi 4 vurulsun Z'dir. X ədədi isə 12Z'dir. 12Z 4Z'in neçə mislidir? 12Z'i 4Z'ə bölsək, cavab olacaq 3. Yəni 3 mislidir. İkinci sualımız üçün doğru cavab B variantıdır. Növbəti sualımız üçüncü sualdır. Üçüncü suala baxaq. Çən su ilə dolu olanda 55 kiloqram olur. Bir dənə çən şəkli çəkirəm. Boş qabın ağırlığına A, 1/4 boş deyir. 1/4 boş dediyinə görə çənin tutumunu 4x qəbul edirəm. Tam dolu olarsa, yəni A üzərinə gəlinsin 4x 55'dir. 1/4 boşdursa, deməli 4/3'ü doludur. 4x'in 4/3 hissəsi 3x'dir. A üzərinə gəlinsin 3x 43'dür. Tərəf tərəfə çıxsanız x'i tapacaqsan 12. X nəyə bərabərdir 12'yə? Amma mən səndən boş çənin ağırlığını soruşuram. Yəni A-nı soruşuram müəllim. Gəl x'in qiymətini yerinə yazaq. A üzərinə gəl 4 vurulsun 12 55'dir. A üzərinə gəlinsin 48 55'dir. A-nı tapacaqsan 7. Yəni boş çənin ağırlığı 7'dir. A variantı bu sual üçün bizim doğru cavabdır. Dördüncü sual 64.000 AB8 ədədini minliklərə qədər yuvarlaqlaşdıranda 238 vahid azalıb. Deməli 64.000 alınıb. Nə qədər azalıb? 238 vahid. Deməli A 2'dir, B 3'dür. Səndən A və B-in cəmini soruşuram. 2 ilə 3'ün cəmi 5 olacaq. Y variantı 4-cü sual üçün bizim doğru cavabdır. 5-ci suala bax. Sinifdə şahmat oynayanların sayı dama oynayanların sayından 3 dəfə çoxdur. 6 nəfər hər iki oyunu oynayır. Sinifdə hər kəs bu oyunlarla məşğul olur. 42 nəfər olduğunu bilərək yalnız şahmatı tap. Necə yazacaqsan? Şahmat oynayanların sayı dama oynayanlardan 3 dəfə çoxdur. Dama oynayanlara x desəm, şahmat oynayanlar bundan 3 dəfə çoxdur. Bunların cəmindən hər ikisinin oynayanları çıxsam, ümumi şagird sayı 42 nəfər edəcək. 4x bərabərdir 48'dir. X'i tapırsan 12. X 12 tapdıq. Buraya yazıram
şahmat. Bura yazıram dama. Deməli, dama oynayanlar 12 nəfərdir, şahmat oynayanlar bundan 3 dəfə çoxdur, 36 nəfərdir. Amma mən səndən yalnız şahmatı soruşuram. Yəni 36-dan çıxacaqsan, hər ikisini oynayanların sayına cavab 30 olacaq. 5-ci sualımız üçün doğru cavabımız B variantıdır. Növbəti sual 6-cı sualdır. 6, hani 6? Aha. Aysel 5 qələm alarsa, qələmin qiymətini bilirsən, bilmirsən olsun x. 5 qələm alsa, 70 qəpik artıq pulu qalır. 8 qələm alsa, 80 qəpiyi çatmır. Deməli, bunun pulu 8x minus 80-dir. X-ləri bir tərəfə, ədədləri bir tərəfə keçirsək, x-i tapacaqsan 50. Yəni, bir qələmin qiyməti 50 qəpikdir. Doğru cavab 6-cı sualda A variantıdır. Növbəti sualımız 7-ci sualdır. 7-ci suala bax. Çiyələk qurdularkən öz çəkisinin 5-də 4-ünü itirir. Bura yazıram müəllimlər qalır. Bura yazıram itir. Öz çəkisinin 5-də 4 hissəsini itirirsə, deməli 5-də 1 hissəsi qalır. Yəni 1-dən 5-də 4-ü çıxsan 5-də 1-i qalır. 8 kiloqram çiyələk qurusu üçün, yəni 5-də 1 hissəsi 8 olan ədədi tapacaqsan, 8 vurulsun 5, ümumi neçədir? Ümumi 40 kiloqramdır. İndi neçə kiloqram təzə çiyələk lazımdır? 40 kiloqram təzə çiyələk lazımdır. B variantı 7-ci sual üçün bizim doğru cavabdır. 8-ci suala bax. Otaqda 3 ayaqlı kətillər və 4 ayaqlı stullar var. Kətilin 3 ayağı var, stulun 4 ayağı var. İnsan əyləşəndən sonra insanın da 2 ayağı olur. Burada kətildə ümumi ayaqların sayı 5 olacaq. 4 üzərinə gəlinsin 2. Stulda olacaq 6. 5 vurulsun kətil. Üzərinə gəl 6 vur stul. Bərabər 38-dir. Bundan sonra seçmə metodudur. Seçmə metodu ilə qiymət verəcəksən. Stula 3 versəm 18 edir. Deməli bu ifadə 20 olmalıdır. 5-i nəyə vursam 20 eləyər? 4-ə vursam. Deməli 4 nəfər kətildə əyləşib, 3 nəfər stolda. Cəmi neçə qonaq var? 7 qonaq var. A variantı 8-ci sualımız üçün bizim doğru cavabdır. Növbəti sualımız 9-cu sualdır. İmtahan bal məsələsi ilə bağlı kifayət qədər maraqlı bir sualdır. 4 səhvin müxtəlif yollarla yaza bilərsiniz müəllimlər. 4 səhvin bir düzgün cavabı apardığı 80 suallıq bir imtahanda hər doğru cavab. Buraya yazıram birinci yol. Düzlər, səhvlər. Bir düz 3 baldır. 3 bal verir. Bir səhv isə şərtdə sənə deyirəm ki, 4 səhv bir düzgün aparır. Yəni 4 səhv bir düz aparırsa, bir düzümüz 3 baldır. Deməli, bir səhv 0,75 bal aparacaq. Bura yazıram. 0,75 ilə 4də 3 kimi də yaza bilərəm. 4də 3 bal aparacaq. Bura yazıram. 4də 3 bal silir. İşarəni aşağı qoyuram. Davam edirəm. Düzlərin sayına A, səhvlərin sayına B deyək. A üzərinə gəl B 80-dir. Bir düzümüz 3 bal verirsə 3A minus bir səhvimiz 4də 3 bal silirsə minus 4də 3 B bərabərdir. 202,5. Tənliyimiz hazırdır. Müəllim, gəl
Birinciniz 3'e, aşağıdakini 4'e vuraq ki, tərəf-tərəfə toplayanda b'lər yox olsun. 3a üzerine gel 3b beraberdir. 83'e vuranda 240. 12a minus 3b beraberdir. 202 tam onda 5'i 4'e vursanız səhv eləmirəmsə 810 edəcək. Tərəf-tərəfə toplasaq 15a beraberdir. 1050 a beraberdir 70. A'nı 70 tapdım. A 70'dirsə, yəni düzlərin sayı 70'dir. Səhvlərin sayı olacaq. 80'dən 70 çıxacaqsan, çünki cəmi 80 sualdır. 80'dən 70 çıx, səhvlərin sayı 10'dur. Şagirdin doğru yazdığı sual sayı, səhv yazdığı sual sayından neçə sual çoxdur? 70'dən 10 çıxacaqsan, 60 sual çoxdur müəllim. 9-cu sualımız üçün A variantı bizim doğru cavabdır. Burada A variantında 22 səhv düşüb, nəzərinizdə olsun. Yəni burada 60'dır. Bax, buradakı variantlara bax. Ya belə yazarsan, bura yazıram ikinci yol. İkinci yol nədir? 4 səhvin bir düzgün cavab apardığı 80 suallıq bir imtahanda her doğru cavab 3 bal değerindədir. Buraya yazıram düz, buraya yazıram səhv. Səhvlərə x desəm, düzlər olacaq 80 minus x. 4 səhv bir düzgün cavab aparırsa, bir dənə səhv 4'də 3 bal aparacaq. Yəni 80 minus x vurulsun 3 minus 4'də 3x bərabərdir. 202 tam onda 5. 240 minus 3x minus 0 tam %75x beraberdir. 202 tam onda 5. X'ləri bir tərəf, ədədləri bir tərəfə keçirsək, 3 tam %75x bərabərdir. 37 tam onda 5. X'i tapırsan 10. Səhvlərin sayı 10, düzlərin sayı 70'dir. Bunların fərqi olacaq 60. Yəni, düzlərin sayı səhvlərdən 60 sual çoxdur. Bir de var üçüncü yol. Bitmir yol. Yol bitmir. Üçüncü yol. Qızıl xırdalayırıq. Qızıl. Müəllim 80 sualın hamısını düz yazsaydı 240 bal toplayardı. Ama 240 bal toplamayıb 240'dan 202 tam onda 5'i çıxsan 37 tam onda 5 bal az toplayıb. Deməli səhvlər bunun 37 tam onda 5 balını aparıb. 4 səhv bir düzü yani 3 bal aparırsa bir dənə səhv 0 tam %75 bal aparır. Yani sen bir dənə səhv yazırsansa 3 bal özü gelir. 0 tam %75 bal kənardan aparır. Bu olur bir dənə səhv 3 tam %75 balını yok edir. 37 tam onda 5'i 3 tam %75'e bölsən tapırsan ki 10 dənə səhvin var. 80 sualdan 10'u səhvdirsə 70'i düzdür. Düzlərin sayı səhvlərin sayından neçə sual çoxdur? 60 sual çoxdur. Bu sualımız üçün A variantı bizim doğru cavabdır. Davam edəcəyim müəllimlər növbəti sualımızla. Növbəti sualda səndən nə soruşuram? 10-cu sual. Qayıq axına qarşı 6 sahada, yəni V kater minus V çay vurulsun 6 bərabərdir 180. Çayın axma sürəti 3'dür. V kater minus 3 bərabər 30'dur. Katerin sürəti 33'dür. Qayıq 3 saat axın ilə deyirəmsə düsturumuz V kater üzərinə gəl V çay vurulsun T'dir. 33 üzərinə gəlinsin. Çayın sürəti 3'dür. Zamanımız 3 saatdir. Bu bərabərdir 108. C variantı 10. sual için bizim doğru cevap. 11. suala bax. Bir müəllim 325 manat xərcləyərək 15 manatlıq, 25 manatlıq və 30 manatlıq hədiyyələr alır. Cəm 15 dənə hədiyyədir. 25 və 30 manatlıqların sayı bərabərdir. Yəni bura x-dir, bura x-dirsə, cəmi 15-dirsə, bu olacaq 15 minus 2x. 15 minus 2x dənə
15 manatlıq alıb. X dənə 25 manatlıq, X dənə 30 manatlıq. Cəmi 325 manat pul verib. 225 minus 30x üzərinə gəl 55x bərabərdir. 325'dir. X'ləri bir tərəfə, ədədləri bir tərəfə keçirsək, 25x bərabərdir 100'dür. X bərabərdir 4. Deməli 30 manatlıq 4, 25 manatlıq 4, 15 manatlıq 15 minus 2 vur 4, 7 dənəsini alıb. Səndən 15 manatlıqları soruşuram. 7 dənə almış olacaq. 11-ci sualımız üçün C variantı bizim doğru cavab. Növbəti sual 12-ci sualdır. 12-ci suala bax. 3 bazı pul qoyub bir dənə kitab aldı. Kitabın qiyməti neçədir? X-dir. Böyük bacının, buraya yazıram böyük, ortancıl, kiçik. Böyük bacının 1 manatı çatmır, yəni pul x minus 1'dir. Ortancılın 3 manatı çatmır, pul x minus 3'dür. Kiçiyin 4 manatı çatmır, pul x minus 4'dür. Bunlar pulların birləşdirdilər. Bunların cəmi 3x minus 8 edir. Kitabı aldılar. Kitabın qiyməti x-ə bərabər edirəm. 2x bərabərdir 8'dir. X-i tapırsan 4. Deməli, kitab neçə manatdır? 4 manatdır. 12-ci sual üçün B variantı bizim doğru cavabdır. Növbəti sualımız 13-cü sualdır. Suala bax. 7 saatın 5'də 3 hissəsi. 1 saatımız 60 dəqiqədir. 7 saatımız 420 dəqiqə olacaq. 420'nin 5'də 3 hissəsi. Nəyə bərabərdir müəllimlər? 252'yə bərabərdir. 13-cü sualımız üçün A variantı bizim doğru cavabdır. Davam edəcəyin növbəti sualımız 14'dür. 14-cü sualda səndən nə soruşuram? Rəqəmləri müxtəlif. 4 müxtəlif 3 rəqəmli ədədin cəmi 775 olarsa, bu ədədlərdən biri ən çox neçə olar? 4 ədəddən söhbət gedir müəllimlər. Bunların cəmi 775'dir. Bu ədədlərdən biri ən çox neçə olar deyirsə, o birlərə minimum qiymət yazmalıyam. Rəqəmləri fərqli. Minimum 3 rəqəmli ədədimiz 102'dir. Müxtəlif deyilir. Buraya yazıram 103, buraya yazıram 104. Hesablama yaparsanız bunları x-i tapacaqsan neçə? 309 üzərinə gəl x bərabərdir 775. X bərabərdir 466. Müəllim B yazdım, səhv çıxdı. Təbii ki, səhv çıxacaq. Çünki diqqətsiz yanaşmısan müəllim. Şərtdə rəqəmləri fərqli deyil. 2'dən 6 olmaz. Məcbur olaraq mən bunu 105 deyəcəm. Bunların cəmi olacaq 310 üzərinə gəl x 775'dir. X-i tapacaqsan neçə? 465. Deməli müəllimlər, bu ədədlərdən bir ən çox neçə ola bilər? 465 ola bilər. A variantı bizim doğru cavabdır. 15-ci sual. Avtomobil 3 saat 20 sürətlə getdikdən sonra 3 saat 20 sürətlə gedibsə 320'yə vurursan 60 kilometr getdi. Daha sonra sürətini 10 artırdı. 20'nin üzərinə 10 gələcəksən, sürət olacaq 30 kilometr böl saat. Cəmi 5 saat yolda olub 3 saatın gedibsə 2 saatın qalıb. 2'ni 30'a vursanız bu da 60 kilometr edir. Avtomobil cəmi nə qədər yol getdi? Bunların hamısının cəmi 120 kilometr olar. 120 yazanlar, aferin, tamamıyla doğrudur. C variantı bizim doğru cevap. 16. sual.
Bir zər atdıqda üst üzə düşən halın zər məsələsində ümumi hal düsturumuz 6 üstü n'dir. Bir zər atılıbsa ümumi halımız 6'dır. Üst üzə düşən halın tək ədəd olması. Tək ədədlər nədir? Yəni 1, 3, 5, 7 bu formada gedir. Zərin üzərində 1-dən 6-ya qədər hallar var. Bu hallardan hansı təkdir? 1, 3, 5. Yəni əlverişli halımız 3'dür. Hər tərəf ixtisar aparsaq 3'ə cavab olacaq 2'də 1. A variantı 16-cı sual üçün doğru cavabdır. 17-ci sual bərabərsizlik. 5x minus 100 böyükdür 2x minus 70. 5x minus 2x böyükdür 100 minus 70. 3x böyükdür 30'dan, x böyükdür 10'dan. X'in ala biləcəyi ən kiçik natural qiymət hansıdır? 10'dan böyük ən kiçik natural qiymət 11'dir. 17-ci sual üçün doğru cavab D variantıdır. 18-ci suala bax. Bərabər yanlı üçbucaqdır. Bir dənə bərabər yanlı üçbucağı çəkirəm. Bərabər yanlı üçbucaqda oturacağı bitki bucaqlar bir-birinə bərabər olur və yan tərəflər bir-birinə bərabər olur. Yan tərəf 14-dürsə buraya yazıram 14, 14, oturacağı 9'dur. Bu üçbucağın perimetri 14, 14, 9. Bunların cəmi 37'dir. D variantı bu sualımız üçün, yəni 18-ci sual üçün bizim doğru cavabdır. Növbəti sualımız 19-cu sualdır. 19-cu suala bax. Aşağıdakı ifadələrdən neçəsi doğrudur? Bir hektarımız, birinciye baxıram, 1 hektarımız 10.000 kvadrat metrdir. Bu doğrudur, hazır qaydadır. Birinci doğrudur. İkincide 2 tam %84 hektar neçə kvadrat metrdir? 1 hektarımız 10.000'dir. 10.000'e vursanız 28.400 edir. Burada 2 tam %84 yazılıb. Bu səhvdir. Üçüncüdə deyirəm ki, 1 hektarımız 10 ardır. Bu səhvdir müəllim. 1 hektarımız 100 ardır. Dördüncüdə deyirəm ki, 5'də 2 litr. 1 litrimiz 1000 millilitrdir. 1000'ə vursan cavab 400 millilitredir. Burada 40 yazılıb. Bu səhvdir. Və nəhayət 5-cidə 280 millimetr bərabər 28 santimetr. Bu doğrudur. 1 santimetrimiz 10 millimetr olduğuna görə 280'i 10'a bölsən doğrudan da 28 santimetr alacaqsan. 5-ci doğrudur. Neçəsi doğrudur müəllimlər? İkisi. Hansı variant? B variantı 19-cu sual üçün bizim doğru cavabdır. 20-ci suala bax. Ata oğlundan 3 dəfə böyükdür. Bura yazıram ata. Bura yazıram oğul. Ata oğlundan 3 dəfə böyükdür. Oğula x desəm, ata olacaq 3x. Atanın 4 yıl sonraki yaşı, atanın indi yaşı 3x'dir. 4 yıl sonra yaşı 4 yaş artacaq. Oğlun 2 il əvvəlki yaşından, yəni x minus 2'dən 4 dəfə böyükdür. 3x plus 4 bərabərdir. 4x minus 8, x'i tapırsan 12. X 12'dir. Oğlun 12, atanın 36 yaşı var. Səndən oğlun yaşını soruşuram. Doğru cavab 20-ci sual üçün B variantıdır. Davam edəcəyin 21-ci sualımızla 21-ci sualda səndən nə soruşuram? Deyirəm ki, 2 qabdır. Birinci qabın içində müəyyən qədər su var. Gəl bu suyu tapaq. Rəngli olan hissə suyun miqdarını göstərir. V bərabərdir. A vur B vur C'dir. Bunun suyun həcmi neçə olmalıdır? Yəni burada həcm neçə litrdir cəmi? 4 metr. Vurulsun 3 metr. Vurulsun 2,5 metr. Bunların hamısı olur 30 kub metr.
Yəni 30 ton. 1 kub metr 1 ton deməkdir. 1 ton qəbul edə bilərsən. Eyni mayeni ikinci belə deyək ki, qaba töküblərsə, yəni mayenin miqdarı, suyun miqdarı dəyişməyib ki. Deməli, həcmlər bir-birinə bərabər olmalıdır. Bunun ölçüləri 20 desimetrdir. 20 desimetrimiz bilmirəm 2 metrdir. Metrlə ifadə etsək, 20 desimetri metrlə ifadə necə edəcəksən? 20-ni böləcəksən, 1 metrimiz 10 desimetrdir ona. 20 desimetr 2 metrdir, vurulsun 5 metr, vurulsun h. Buradan h'ı tapacaqsan 3 metr. Bu qədər bəsit. H hündürlüyü neçə metrdir? 3 metrdir. A variantı 21-ci sual üçün bizim doğru cavabdır. 22-ci suala bax. Yəni eyni su bir qabdan digərinə əlavə edilibsə, deməli su olan hissənin həcmləri bir-birinə bərabər olmalıdır. 45 üzərinə gəl x, üzərinə gəlinsin 287 minus 13 vurulsun 17 bərabərdir 6970. Nəyi 17-yə vuranda 6970 edər? Tapmaq üçün 6970'i böləcəksən 17'ye. Bu bərabərdir 410. Buraya yazıram 410. 45 mötəzəlat üzərinə gəl x, üzərinə gəl 287 minus 13 bərabərdir 410. X bərabərdir 410 minus 45 minus 287 üzərinə gəl 13. X bərabərdir 410'dan 287'ni 45'i çıxıb üzərinə 13 gələcəksən. X 91'dir. B variantı 22-ci sual üçün bizim doğru cavabdır. Növbəti sualımız 23'dür. 23-cü suala bax. Qalıqlı bölmə əməlində ədədi 22'ye böləndə A bölünsün 22, natamam qismət 14, qalıq qalır x. Bölünən ən böyük qiymətinin rəqəmləri cəmi. Qalıqlı bölmə əməlində qalıq böləndən kiçik olmalıdır. Yəni x 22'dən kiçik olmalıdır. Bölünən ala biləcəyi ən böyük qiymət deyilir. 22'dən kiçik ən böyük natural ədəd 21'dir. X'in yerinə 21 yazacaqsan, A bərabərdir. 22 vur 14 üzərinə gəl 21. 22'ni 14'e vurup üzerine 21 gelsək, bu bərabərdir 329. Bölünen alabileceği en büyük qiymət 329'dur. 329'un rəqəmləri cəmi 14'e bərabərdir. 23-cü sualımız üçün A variantı bizim doğru cavabdır. 24. Deməli, yenə fəza ilə bağlı maraqlı bir sualdır. Ölçüləri 4 metr, 8 metr və 5 metr olan kuboid formalı ambarın 5'də 2 hissəsi saman ilə doludur. Gəlin bu ambarın həcmini tapaq. V bərabərdir A, B, C-dir. 4 vur 8 vur 5. Həcm neçə olacaq? 160 kub metr. Bunun 5'də 2 hissəsi saman ilə doludur. 160'ın 5'də 2 hissəsini tapacaqsan. Bu bərabərdir 64 kub metr saman var. Hər 8 kub metrdən ağırlığı, samanın ağırlığı 6 sentinerdir. Bəs yaxşı, 64 kub metrin ağırlığı neçə sentinerdir? Bilmirəm x. Tənasüblə yazsan 8 vur x bərabərdir 64 vur 6. X'i tapacaqsan 48 sentiner. Bir dəqiqə gözlə görüm. Hər 8 kub metr burada bir dəqiqə. Ölçüləri 4 metrdir, 8 metrdir və 5 metrdir. Kuboid formalı ambardır. Bunun 5'də 2 hissəsi saman ilə doludur. Səndən soruşuram ki 8 kub metr 160 kub metrdir. Bunun 5'də 2 hissəsi 64 kub metr edəcək. Bunu yazdım. 64 kub metr edəcək. Səndən soruşuram 8 kub metr samanın kütləsi 6 sentinerdir olsun.
Bəs yaxşı 64 kub nə qədərdir x? Tənasüblə yazsan x-i tapacaqsan 48. Cavab 48'dir. B variantında 75 yox 48 yazılmalıdır. Davam edəcəyim növbəti sualımız 25-ci sualdır. 25-ci suala bax. Tural maaş nə qədərdir? Maaş bilmirəm x-dir. 4də 1-ni marketdə xərcləyib, 4də 3-ü qalıb. Qalanın 4də 3-ünü bazarda xərcləyib, 4də 1-i qalıb. Qalanın 2də 1-ni bankda xərcləyib, 2də 1-i qalıb. Geriyə gündəlik 5 manat olmaqla 30 günlük xərcliyi qaldı. 30'u 5'e vursan olur 150. X vurulsun 32'də 3 bərabərdir 150'dir. X bərabərdir 150 vurulsun 3'də 32. Bu bərabərdir 1600. Maaş 1600'dür. Baza indi. Bazarda nə qədər xərcləyib? 1600'ün 4də 1-i marketdə xərcləyib, 4də 3'ü qalıb. Qalanın 4də 3'ünü bazarda xərcləyib. Yəni bazarda 900 manat xərcləyib. Davam edirəm. Gəl görək banka nə qədər pul verib. 1600'ün 4də 1-i marketdə xərcləyib, 4də 3'ü qalıb. Qalanın 4də 3'ünü bazarda xərcləyib, 4də 1-i qalıb. Qalanın da 2də 1-in bankda xərcləyib. Hesablama yaparsanız bu bərabərdir neçə? Bu bərabərdir 150. Doğru yazdık mı? Bir dəqiqə baxım. Aha. Deməli, Tural maaşın 4də 1-ni marketdə xərcləyib, 4də 3'ü qalıb. Qalanın 4də 3'ünü bazarda xərcləyib, 4də 1-i qalıb. Qalanın 2də 1-in bankda xərclədi. Geriyə gündəlik 5 manat olmaqla 30 günlük xərcliyi qaldı. 150. X vurulsun. 150 vurulsun 3'də 32 olacaq. Bu bərabərdir 1600. 1600'ün 4də 3'ü qaldı. Əla. Bazarda 900 manat xərcləyib. Davam edirəm. Bankda nə qədər xərcləyib? 1600'ün 4də 1'ini marketdə xərcləyibsə 4də 3'ü qalıb. Qalanın 4də 3'ünü bazarda xərcləyibsə 4də 1'i qalıb. Qalanın 2də 1'in bankda xərclədi. Hesablama aparsanız tapırsan ki 150. Bankda 150 manat xərcləyib. Səndən soruşuram ki bazarda xərclədiyi pul ilə banka verdiyi pulun 8 mislinin cəmi. Bazarda xərclədiyi pul üzərinə gəlinsin, banka verdiyi pulun 8 misli. 900'ün üzərinə 1200 gəlsən, cavab olacaq 2100. Bu sualımız üçün doğru cavab D variantıdır. Bu qədər müəllimlər. Bugün sizinlə mən Elmin müəllim Əsgərzadə idi. Hələlik növbəti izahlarda görüşənə qədər sırf sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər üçün kifayət qədər maraqlı bir sınaq idi və tam çərçivə sənədinə uyğun bir sınaq idi.